Salam benim kanalımın seyirciləri. İnsan psixoloji olaraq itkiləri ilə barışmır. Gedib ağlaya bilər, dəfn eləyə bilər. Amma şuuraltı olaraq itkiləri ilə barışmır. Və insan şuuraltı olaraq ömrünün ən xoş, ən gözəl illərində yaşayır, anlarında yaşayır. Və ölüm ayağında sadəcə o kontrolü saxlamağa səbəb görmür. O kontrolü buraxır qırağa ki, daha gizlətməyə, saxlamağa ehtiyac yoxdur. Ona görə də ona elə gəlir ki, dünyadan keçmiş əzizləri, sevdiyi insanlar gəlir gözünün qabağına. Bu çox dərin fenomendir, çox dərin fenomendir ki, yəni biz mövcud reallıqla deyil, nə vaxt ki bizə xoş olub, məsələn, anam sağ olub, dostum sağ olub, əzizlərim sağ olub, ömrümün ən xoş günləri nə vaxt olubsa, tək mən yox, psixoloji pozğunluğu olmayan hər kəs o ən sevimli, ən əziz günlərində yaşayır. Həyat belədir də, nə eləmək olar ki? Yəni, biz acı reallığı udmaq istəmirik. Nə vaxtsa o, hətta insanlar dəyişsə də, hətta o adamlardan bəziləri yaxşı insan kimi olduqlarını itirsələr də, sən ki onların o yaxşı dövrlərini görmüsən, bütün o bir peyzajdır, mozaikadır ki, bütün o istəyir ailə olsun, məhəllə olsun, kiminki tələbəçilik illəri, kiminki uşaqlıq illəri, yəni hətta o personajlardan sonra xainlik da görsə, vəfasızlıq da görsə, şuuraltı olaraq yenə o şirin həmən günlərdə yaşayır. Bu qədər var olasınız. Həmən o sevdiyiniz, əziz, zakulism olan hissəyə heç kimi toxunmağa, dağıtmağa imkan verməyin.